Şahramanyan Bakıya hansı məlumatları ötürüb? Yeni faktlar. Devrilmiş işğalçı xuntanın qalıqları İrəvanda öz varlığını hiss etdirdi. Onlar 10 dekabr 1991-ci ildə yalnız erməni icmasının üzvləri arasında keçirilən saxta referendumun növbəti il dönümünü qeyd ediblər. Parlament spikeri Aşot Danilyan, dövlət naziri Encdə İskəndəryan və digərlərinin də daxil olduğu bütöv bir nümayəndə heyətinin başçılığı ilə son Artsaq prezidenti Samvel Şahramanyan İrəvanda Yerablur hərbi panteonunu ziyarət edib. Müstəqillik oyunları oynayıb və torpaqların işğalı səbəbindən həyatını itirənlərin məzarlarına gül dəstələri qoyublar. Axar az xəbər verir ki, bu barədə minval az mənbələrinə istinadən məlumat yayıb. Hazırda qətiyyətli və cəsur siyasətçi imicini nümayiş etdirməyə çalışan keçmiş Qarabağ separatçısı Şahramanyan 2023-cü il antiterror əməliyyatı zamanı tamamilə fərqli obrazda olub. Əməliyyatın ən qızğın vaxtında Şahramanyan o dövrdə mövcud olan bütün rabitə kanallarından istifadə edərək Azərbaycan tərəfinə yalvarıb ki, ölkəmizi tərk edib Ermənistana çatmasına imkan yaradılsın. Həmin anda Bakı onu da işğalçı xuntanın nümayəndələrindən biri kimi həbs etməyi planlaşdırırdı, baxmayaraq ki, o, Azərbaycana qarşı ağır cinayətlərdə iştirak etməmişdi. Lakin xahişlərinin nəticə verməyəcəyini və həbsin qaçılmaz olduğunu anlayan Şahramanyan razılaşma təklif edib. O, Azərbaycan tərəfinə Qarabağdan qaçmağı planlaşdıranların tam koordinatlarını, marşrutları, nəqliyyat vasitələrinin nömrələrini, yola düşmə vaxtlarını, eləcə də müxtəlif ərazilərdə gizlənənlər haqqında məlumatları, bəzilərinin qaçmağa çalışarkən hansı qadın geyimlərini geyindiyinə qədər təfərrüatları təqdim edib. O, bunları son təfərrüatına qədər açıqlayıb. Şahramanyan hər kəsi satmaqla yanaşı, həm də erməni postlarının tərk silah edilməsini təşkil edib və təslim olma aktını imzalayıb. Bunun müqabilində o, bölgədən helikopterlə getməyi istəyib. Üstəlik, Şahramanyanın özü ermənilərin Qarabağdan çıxarılmasını təşkil edib, baxmayaraq ki, Azərbaycan onları yenidən inteqrasiya etməyə hazır idi və belə kütləvi köçdən təəccüblənib. Həmin vaxt Azərbaycan jurnalistləri postlarda dayanıb ermənilərdən getmə səbəblərini soruşduqda onlar bir ağızdan cavab verirdilər ki, rəhbərlikləri onlara belə deyib. Şahramanyanın məqsədi sadə idi, gələcəkdə orada inqilab üçün şərait yaratmaq məqsədilə Qarabağdakı bütün erməniləri Ermənistana gətirmək. Burada Sıçovul yolları ifadəsini xatırlamağın vaxtıdır. İkinci Dünya müharibəsindən qısa müddət sonra Amerika xüsusi xidmət orqanları nasistlərin Avropadan qaçış yollarını belə təyin etmişdilər. Şahramanyan isə erməni nümunəsində Sıçovul xəttini yaradıb və tərəfdarlarını satmaqla özünə nisbi azadlıq qazandırıb, məlumatda deyilib. Dron hücumu, Paşinyanın təyyarəsi Moskvaya enə bilmədi. Ermənistanın baş naziri Nikol Paşinyanın təyyarəsi dron hücumları səbəbindən Moskvaya eniş edə bilməyib. Axar az xəbər verir ki, bu barədə Rusiya Telegram kanalları məlumat yayıb. Məlumata görə Paşinyan Avrasiya İqtisadi İttifaqının AI Hökumətlərarası Şurasının iclasında iştirak etmək üçün Moskvaya yola düşüb. Lakin PAO hücumlarından sonra hava məkanı bağlı olduğu üçün Paşinyanın ACC-319 təyyarəsi Moskvaya enə bilməyib. Təyyarə demək olar ki, bir saata yaxın Tver vilayəti üzərində dövrə vurub və Sankt-Peterburqdakı aerodroma enib. Bakı narahat oldu, etiraz etdi, haqlıdır, Rus politoloq. AB Trump yolu layihəsi ilə bağlı aktivləşib və artıq özünün də burada iştirak etmək istədiyini bildirir. Onlar regiondakı prosesləri nəzarətdə saxlamaq üçün Cənubi Qafqazda mövqelərini möhkəmləndirməyə çalışırlar. Axar az xəbər verir ki, bunu Rusiyalı politoloq Milan Lazoviç Ermənistanla AB arasında yeni təmas dalğasını şərh edərkən deyib. Başqa bir sual, Trumpın rəhbərliyi altında olan ABŞ Avropalıların bu layihədə olmasını nə dərəcədə istəyir? Vaşinqtonun burada Avropalıların hər hansı bir əsas rol oynamasını istəməsi ehtimalı azdır. Əminəm ki, Amerikalılar bunu diqqətlə izləyəcəklər, o bildirib. Lazoviçin sözlərinə görə Azərbaycan, Rusiya və İran da Avropalıların iştirakında o qədər də maraqlı deyil. Bunun sübutu bu yaxınlarda Brüsseldə qəbul edilmiş AB ilə Ermənistan arasında strateji tərəfdaşlıq gündəliyinin məzmununa cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin olduqca sərt şərhidir. Xarici İşlər Nazirliyinin şərhində qeyd olunur ki, sənəddə Qarabağla bağlı tamamilə qəbul edilməz istinadlar, Ermənistanın Azərbaycana qarşı iddialarını əks etdirən bəndlər və AB missiyasının Ermənistan ərazisində fəaliyyətini davam etdirməsi yer alır. Yəni, 8 avqustda Vaşinqtonda Azərbaycanla Ermənistan arasında paraflanmış sülh müqaviləsinin mətninə zidd olan bir sıra məqamlar.
Bu baxımdan rəsmi Bakı İrəvanın sülh niyyətlərinin səmimiliyini şübhə altına alır. Həqiqətən də bu məqamlar Bakıda narahatlıq doğurur və İrəvanın ABŞ ilə flört etmək mövqeyində şəffaflığın olmamasından xəbər verir.